Əziz tamaşaçılar, verilişimizin bugünkü qonağı Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının üzvü, eyni zamanda Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidinin imamı Hacı Soltan Əlizadədir. Xoş gördük Hacı, salamlayırıq sizi. Artıq Məhərrəm ayı daxil olub. Bu ay bir çox tarixi hadisələrlə dinlər tarixində, hətta İslam tarixində əlamətdardır və bunlardan biri də heç şübhəsiz ki, Kərbəla hadisəsi vaqiəsidir ki, Hicrətin 61-ci ildə, miladi 680-ci ildə baş vermiş bir tarixi vaqiədir. İstərdim Hacı, Azərbaycan klassik ədəbiyyatında bu mövzuya daxil olmamışdan əvvəl biraz lakonik tarixi aspektdən Kərbəla hadisəsi haqqında zəruri məlumatları tamaşaçılarımızın diqqətinə çatdırasınız. Bismillahirrahmanirrahim və bihi nəstəin. Mən də salamlayıram və minnətdaram ki, dəvət eləmişsiniz. Çox sağ olun. Onu demək istəyirdim ki, siz qeyd elədiniz ki, maraqlısı da var bir sözün ki, Kərbəla hadisəsi Hicrətin 61-ci ili 10 Məhərrəmdə, Aşura 10 Məhərrəmə düşüb. Gözəl. Miladi ilə də 680-ın 10 oktyabrına düşür. 10 oktyabr, 10 Məhərrəm. Burada bir maraqlı məqamdır, incəlikdir. Əlbəttə ki, o əsrdə, 7-ci əsrdə o hadisələr, Kərbəla vaqiəsi, demək olar ki, ilk dəfə, yəni ki, o vaxtda mənzumələr yazılırdı, bəzi rivayətlər danışılırdı. Yəni, tam ilk dəfə o 8-ci əsrdə Kərbəla hadisəsini ərəb ədəbiyyatında Həmid İbn Müslüm, bəzilərinin adı keçir belə və Əbu Müxnəf İbn Yəhya qələmə almışdır. Kitab-ı Məxtəl Hüseyn adı ilə gedir bunlar. Türk və Azərbaycan ədəbiyyatında təxminən 14-cü, 15-ci əsrlərdə bu mövzu işlənməyə başlamışdır. Gözəl, poetik əsərlər yaradılmışdır. İran ədəbiyyatında isə 16-cı əsrdə Hüseyn Vaiz Kaşifinin Rovzat-ı Şühəda deməli, Şəhidlər Bağçası əsəri yazılmışdı və maraqlı məqam budur ki, bizdə belə bir kəlmə işlənir ki, Rövzəxan, yəni Rovza oxuyan. Həmin Rövzəxan sözü də o Rovzat-ı Şühəda kitabını kim oxuyurmuş, ona adı verilib ki, yəni Rövzə kitabından oxuyan. Xan oxumaq, xan dəndən gəlir də. Yəni Rovzəxan, yəni Rövzə kitabından oxuyur. Rövzəxan sözü orada əmələ gəlibdir. Və dahi şairimiz Məhəmməd Füzuli bu əsərdən təsirlənib Hədiqət-i Süəda, Xoşbəxtlər bağı əsərini türk dilində yazmışdı. Bir də onu istəyirəm qeyd edeyim ki, bizim böyük Abbasqulu Ağabakıxanov Qudsi nəhəng bir alimimiz, şairimiz Qudsi təxəllisi ilə əsərlər yaradır. Onun da 26 yaşı olanda Riyazül Quds əsəri yazmışdı. Bu Riyazül Quds əsəri üç böyük nəhəng şairin əsərlərindən bəhrələnib yazmışdı ki, və ya qeyd elədiyimiz kimi Vaiz Kaşifinin Rovzat-ı Şühəda əsərindən, Məhəmməd Füzulinin Hədiqət-i Süəda əsərindən, Məhəmməd Baqir Məclisinin Cilaül Uyun əsərindən Abbasqulu Bakıxanov bəhrələnib Riyazül Quds əsərini ortaya qoymuşdu. Deməli, Abbasqulu Bakıxanovun əmin Riyazül Quds əsəri, hətta onun bir neçə mərsiyəsi də gəlib bizə çatmışdı. Kərbəla saxla ginən nəşi Əli Əkbərimi, verirəm çünki əmanət sənə gül peykərimi. Onun bir məşhur mərsiyəsidir. Nə qədər bu fələyün sabit seyyarəsi var, cismi pakində Hüseynin o qədər yarəsi var. Fərd dillərdə mərsiyənin arasında fərd ayrıca bir. Hər dəm gəlib fəqanə, dil zarım ağlaram. Soldu xəzan-ı zülm ilə gülzarım ağlaram. Hər məclisi əzadə mən zari binəva, ta var dilimdə qüvvəti göftarım ağlaram. Bəzmi vüsalidə məni saldı fərağə çərx, qaldı qiyami məhşərə dildarım, didarım ağlaram. Əhli vətən tapılmadı, ta dəfnim eyləsin, qaldı fəratın üstündə ələmdarım
ağlaram. Onu demək istəyirdim ki, bu Bakıxanımındır. Onu demək istəyirdim ki, həqiqətən də bizim ədəbiyyatımız hər bir mədəni xalqlarda ədəbiyyatın başlanğıcı ilahi şərqlərlə, ilahi mənzumələrləndir. O cümlədən Azərbaycan ədəbiyyatının ibtidası ana dilli mərsiyələrləndir. Bizim ana dilli mərsiyələrimiz o qədər sadə ədəbiyyatımızın ibtidası sayılır. Misal üçün, fikir verirsiniz, bizdə bir savad olub, təxəllüsü Maşdağı kəndindən olub. Onun bir mərsiyəsi var, deyir, gəl sənə imdi verim, zinət əli əkbərim, olmayacaqdır sonra fürsət əli əkbərim. Başımı qoy sinəmə, dərdimə olsun dəba, şanə vurum zülfü və ey gülü bağı vəfa, get babava etkilən, canıvı səndə fəda, çünki yetibdir sənə növbət əli əkbərim. Bu qəşəng ana dilində mərz, qoydun anovu getdin, meydanə Əli Əkbər, Leyla necə səbr etsin, hicranə Əli Əkbər. Şadəm ki, bu dünyada bir ali səvadım yox, nə dəftəri aləmdə, məşhuri biladım yox, təhriri müsibətdə bir qeyri müradım yox, bəlkə yetirə dərdim, dərmanə Əli Əkbər. Çox sadə ana dilimizdə, axır illərdə Əliyağı Vahidin də bizim əlimizə gəlib 2 dənə mərsiyəsi çatıbdır. Biri çap olub 1990-cı ildə Dahilərin göz yaşı, Hacı Mailə Allah rəhmət etsin, orada bu mərsiyə. Şümrü duni ilə Hüseyin düşüb eşqin sevdasına, rey həvasına biri, birisi bəla səhrasına. Bir mərsiyəsini də 1995-ci il mən Azərbaycan dərvişləri kitabı yazanda qoca bir dərvişin arxivindən tapdım. Al diz üstə yaralı başımı cananım ana, qalmayıb taqətim əzbəs ki, axıb qanım ana. Ana, oğlun anadır, Əli Əkbər anasına deyir. Ox tutub dövrəmi, ay dövrəsini halə kimi, boyayıb qan məni dağ üzrə bitən lalə kimi, gözdə yaş qətrəsi gül yarpağına jalə kimi, qanlı sümbüllər açıb zülfü pərişanıma. Görün, qəşəng müqayisələr deyil. Vahid, əlbət ki, keçər səhvi və ərbabi qələm. Çünki bu barədə, bu vaqiədən münfəiləm. Kərbəla hadisəsin yazmağa qadir deyiləm, səhv-i nöqsanıma yol verməyir ürfanıma. Demək istəyir Vahid burada ki, mən Kərbəla hadisəsini mükəmməl bilmirəm. Ancaq mənim məhəbbətim var. Öz məhəbbətimi ishar edirəm. Bəlkə zəif ola bir şeirim. Ancaq mən məhəbbətimi ortaya qoyuram, məndən bunu nöqsan tutmasınlar. Dünya üzrə böyük, bundan da müsibətli fəlakətlər, müharibələr, dəhşətli bundan, bəlkə 10 qat da bundan ağır. Və səbəb nədir, nə üçün bu? Fəqət bu yaşayır. Çünki bu Peyğəmbər Əleyhisselamın burada ailəsidir bu. İmam Hüseyin Peyğəmbərin nəvəsidir. Bu əhl-i beytdir. Şəcərətün nübüvvə, mavzə'ir risalə, mədənir risalə, müxtələfil məlaikə, dualarda bunlar axır, əhl-i beytil vəhy, əhl-i beyt yəni Peyğəmbər, vəhyün ailəsidir. Bu nöqteyi nəzərdən möminlər, bunlar müqəddəs ailə olduğuna görə, Peyğəmbərin ailəsi olduğuna görə çox sevilir. Hacı, Kərbəla hadisəsində də bir vətən eşqi, vətən sevgi, amal uğrunda mübarizə, etiqad uğrunda mübarizənin bir nümunəsi kimi də qeyd etmək olar. Elə xalqımızın da tarixinə baxanda bu halları müşahidə etmək olar. Tariximizin bütün mərhələlərində Kərbalada göstərilən qəhrəmanlıq mübarizəsinin təzahürlərini elə gəlin götürək 44 günlük vətən müharibəsində bizim ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqla müqayisə etmək olar. Şəhidlərimiz var, qazilərimiz var. Bax, bu bəlkə bir əlaqə var, bax, bu hadisələr haqqında bir İslam tarixinin bir parçası, milli mənəvi dəyərlərimizin bir hissəsi kimi. Bu haqda nə qeyd edirsiniz? Əlbəttə ki, bizim Azərbaycan şairləri, onlar mərsiyələrini, nohələrini həmişə nohə mərsiyə yazanda vətənpərvərliyə işarələr ediblər. Bu nöqtəyə nəzər. Məsələn, onunla əlavə də bir də mərsiyə şairləri. Bu mərsiyə ədəbiyyatında böyük bir elm var. Böyük bir, məsələn, hər misrasında deyərdim, hər beytində böyük bir rivayət,
hansısa bir hadisəni, hansısa bir möcüzəni. Məsələn, Racinin Raci çox mərsiyə aləminin tacı sayılır. Ən güclü mərsiyə şair sayılır. Məsələn, onda Racidə vardı ya Seyyid Əzim Şirvani, Seyyid Əzim Şirvaninin mərsiyələrində hər kəs ki Hüseyn tək olmaz aşiq, zövqü ələm-ü səfanı bilməz. Nuş eyləyməyən meyi bəlani, keyfiyyət Kərbəlanı bilməz. Bu mərsiyədə Seyyid Əzimin bir neçə beytində deyir, bir tur idi Kərbəla diyarı, Musa onun oldu bir qərarı. Hər kim tanımaz Hüseyni zari, tur üzrə olan liğanı bilməz. Götürür burada Qur'an-ı Kərimə. Deyir ki, Kərbəla bir turdur, Tur dağında Musa Peyğəmbər Allahla danışıb Ərəbistanda. Kərbəla bir tur kimi bir yerdir. Musa onun oldu bir qərarı. Musa Allahla danışanda ümmətinin soruşduğu ondan ki, Allah özünü bizə göstərsin, biz onu qəbul eləyək. Quran-ı Kərimdə onun ayəsi var da. Musa Peyğəmbər Rəbbi ərini. Ey mənim Rəbbim, özünü mənə göstər bu cəmaata görə. Cavab da gəlir ki, ləntərani, məni görə bilməzsən. Bu da salıb buraya ki, bir tur idi Kərbəla diyarı, Musa onun oldu bir qərarı. Hər kim tanımaz Hüseyni zari, tur üzrə olan liğanı bilsin. Peyğəmbərini tanımayan, Peyğəmbərinin balasının hüccətinə agah olmayan, o turda olan Musa'nın söhbəti başa düşə bilməz. Burada bir müəyyən ədəbiyyatda belə bir funksiya var. Müəyyən beytlərin, müəyyən bəndlərin, misraların bir zahiri mənası var, bir batini mənası var. Füzulinin divanında da bu var ki, əvvəlində yazır ki, zahiri mənanı aşıqlar üçün yazmışıq. Ancaq batini mənanı ariflər üçün yazmışıq. Bizim bu klassik şairlərimiz həm də bədahətən söz deyənlər olur. Məsələn, belə bir rivayət var ki, Nasreddin Şah olub zahirən. Nasreddin Şah Kərbəlaya gəlirmiş ziyarətə. Deyiblər ki, Nasreddin Şah gəlir, o Kərbəlaya çıxanda bir nəfər onu qarşılamalıdır. Söz, məsələn, o gələndə carçı car çəkəcək ki, Nasreddin Şah Kərbəlaya gəlib İmam Hüseynin qəbrini ziyarətə. Bir nəfər elə adam lazım çıxsınırdı ki, elə bir söz düşsün ki, şahın xoşuna gəlsin, xoş gəlib padişah ziyarətə falan. Həmişə şah sağ olsun, gəlsin. Belə bir, ancaq mədəni şahın xoşuna gəlsin. Kim deyər, heç kim cürət edəmir. Burada görə elə bir söz deyəsən, həm hikməti olsun, həm də ürfanı olsun. Ona görə Raci gəlib deyib ki, nə fikirləşirsiniz, mən deyəcəm sözürdə. Deyib, mən yaxşı, gözəl. Gəlib çıxıb dayanıb Raci, hündür bir təpədə. Elan veriblər oradan ki, biz Nasreddin Şah Qacar İmam Hüseynin ziyarətinə gəlibdir. Şah da dayanıb burada. Bu da deyir ki, Racidir, deyir ki, çox sağ olsun, sağ olsun, xoş gələrdi. Amma çox təəssüf olsun ki, gec gəlibdir. İmamı şəhid ediblər. Ona dərəcə verir ha. Yəni o demək istəyib ki, o vaxtında gəlsəydi imama kömək olur. Ya beləncə sadəcə Qur'andan çox ayələr var bu Kərbəla hadisəsinə aid. Çox. Amma məsələ var ki, bizdəkilər Qur'anın zahiri mənasını oxuyurlar. Üzdən tərcümədə. Qur'anın batini mənaları var. Vasım Məhəmmədəliyə mənə çox yaxın olubdu. O bir məclisdə danışırdı, dedi ki, 4 dənə adımı, bir dənə ayəni Peyğəmbərin yanına 4 nəfər gəldi ayrı-ayrı vaxtlarda, eyni gündə. Bir dənə ayəni hərəsində bir cür dedi. Yəni, eyni cür cavab vermədi. Yerdə qalanlar dedilər ki, ya Rasulallah, biz başa düşmədik. Bu, dedi ki, onların əqlinin miqdarı qədər deyirəm. Bu dərrakə qapısı olarsa bağlı, müəyyən olarmı insanın ağlı? Onlar nə qədər qavrayırlar o qədər. Demək, 4 adama bir adam təyin edirlər ki, bu 4 adama rəhbər ol günən. Deyir, o təyin olan adamda 40 dənə adamın görə ağlı olsun ki, ədalətlə rəftar eləsin 4 nəfərlə. 40 adamı bir dənə rəhbər təyin edirlər ki, bunları idarə eləyirlər. Görək 400 dənə adamın ağlı olsun bunu idarə eləmək. Bizim sadəcə bir ruhani qardaşımız var, çox əzizdir. O bir söz dedi, mənə çox xoşum gəldi. Dedi, Yapon şairi, demək, bir dənə şeir yazıb. Şeirin məzmunu belədir ki, hələ bu Yapon şairidir. Şeirin məzmunu belədir ki, demək, bir şairdir, Yapon şairdir ki, mən şair yazır ki, mən anamla gedirdim. Anam da yaşlıydı, qoca idi. Söhbət elə gedirdik. Gəlib bir çayın qırağına çatdık. Lazım oldu ki, mən anamı çiynəmə götürüm, sudan keçirdim. Mən anamı çiynəmə götürəndə
gördüm o kadar yüngüldür ki, onun o yüngüllüyü mənə belimi sındırdı. Axı, yüngüllükdən bel sınmaz, bel sınar ağırlıqdan. Bunu başa düşmədilər. Başa düşməyib gəlirlər şairin yanına ki, sən burada bu nə söz yazmışsan ki, biz bel sınar ağırlıqdan. Sən yazmışsan, anam o da yüngül idi. Deyib, baxdılar, əvvələ gülümsədi. Dedi, ya, o hələ sınar, yüngüllükdən də sındı. Mən anamı çiynimə alanda hiss elədim ki, qocalıb, qüvvədən düşüb, zəifləşib, halı yoxdur, taqəti yoxdur. Onun o halı mənim belimizin. Görsən ki, hələ biz götürək bir adi bir sözdür. Söz sahibi görək, hardan bəhrələnir? Hardan götürür onu, qoyur ortaya. Ya məsələn, Razi deyir ki, belə əhd eyləmişəm, ey bacı cananım ilən, ərsə-i kərb-i bəladə boyanam qanım ilən, İmam Hüseynindən. Bunu bəzi adamlar görsən bizə sual verirlər. Bilənlər çoxdur ya, çox adamlar da məlum. Deyir, necə olur, deyir ki, canan sözünü işlədir, canan axı. Canan sözü Allahın adıdır. Ürfanda canan sözü Allahın adıdır. Mənası can verəndir, yəni ruh verən. Ruhu nə vaxt verir? 4 aylığında uşaq ana bətnində olanda Allahın əmri ilə Quranda ayəsi var. Əmr olunur ki, ruha onun bədəninə daxil olur. Qaşı, gözü bilinir, ruh gəlir, cana gəlir də o. O ruhu ki, Allah əmr edir, canan odur ki, ruh verən. Allah onu... Sonra da dünyadan gedəndə ruhunu qəbz edirlər, ruhunu alırlar. Ona görə Füzuli deyir ki, canı canan diləmiş. Canı verən, ruhu verən, gənə də alır məndən. Nə canı canan diləmiş, verməmək olmaz eydir. Nə nizah eyləyim, ol nə sənindir, nə mən. Təşəkkür edirəm Hacı. Çox gözəl danışırsınız həqiqətən. Düz verilişimizin vaxtı məhduddur. Bu mövzuların hamısını ələ almaq, diqqətə almaq mümkün deyil. Amma mən sizə təşəkkür edirəm. İcazənizlə sonda mən də bir 4 misralıq bir qəsidə qeyd edeyim. Məhəmməd Füzulinin elə Həqiqəti Suada əsərində bir yerdə çox gözəl mətləbə toxunur. Orada Müslüm Azərbaycanı obrazı var, qeyd etmişdi. O, orada həmin şəxsin dilindən Füzuli belə bir 2 beytlik belə bir şeiri yazır. Zillət ilə ləzzəti olmaz həyatın, dostlar, nəqdi can sərf eyləyib, dünyada kam almaq gərək. Əcz ilə dönmək ədudən səhildir, himmət tutub, ya şəhid olmaq gərək, ya intiqam almaq gərək. Bəli, bu tarixi hadisə qəhrəmanlıq salnaməsidir və ədəbiyyatımızda da bu mövzu çox geniş şəkildə diqqətə alınmış və böyük əsərlər yazılmışdır. Hacı, vaxtımız yekunlaşır. Mən fürsətdən istifadə edib bir daha sizə öz təşəkkürümüzü bildirir. Sizə elmi, ictimai, pedaqoji fəaliyyətlərinizdə bol-bol uğurlar arzulayırıq. Çox sağ olun. Sonda mən də minnətdaram sizə, təşəkkür edirəm, var olun. Böyük bu təbliğat özü də deməyək bizim dinimizə, ədəbiyyatımıza, tariximizə böyük bir dəstəkdir. Çox sağ olun, buna görə minnətdaram sizə. Əziz tamaşaçılar, bununla verilişimiz sona çatır. Qeyd etmək istəyirəm ki, bu verilişimiz mövsümün sonuncu verilişidir. Yeni mövsümdə maraqlı, yeni mövzularla görüşmək ümidi ilə. Sağ olun, Allah amanında qalın.